Bakıda fəaliyyət göstərən klinikalardan birində antisanitar mühitdə liposaksiya əməliyyatının icra olunmasını əks etdirən görüntülər yayılıb. Analitik ekspertiza mərkəzindən bildirilib ki, sözügedən görüntülər köhnədir və əməliyyat 2025-ci ilin fevral ayında Uğur Estetik Mərkəzi 777 adı altında qeyri-qanuni fəaliyyət göstərən mərkəzdə baş tutub. Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 176 ünvanında yerləşən və Uğur Estetik Mərkəzi 777 adı altında lisensiyasız özəl tibb fəaliyyəti göstərən obyektlə əlaqədar daxil olmuş müraciət əsasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən 22 iyul 2025-ci ildə növbəti plandan kənar yoxlama aparılıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyatı üzrə növbəti icraata göndərilib, deyə bildirilib. Məlumata görə aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Gülbədə Abdullayevanın ali və ya orta tibb təhsili yoxdur və uyğun olaraq da vahid səhiyyə informasiya sistemində tibb işçisi kimi qeydiyyatda deyil. Vətəndaş müraciət əsasına cari ilin may ayında fərdi sahibkar Abdullayeva Gülbədə Əli Qismət qızı, eləcə də onunla əməkdaşlıq edən şəxs barəsində Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyatı üzrə növbəti icraata göndərilib. Bundan əlavə xidməti araşdırmanın nəticələrinə əsasən fərdi sahibkar Abdullayeva Gülbədə Əli Qismət qızının qanunsuz özəl tibb fəaliyyətinin dayandırılması məqsədi ilə hüquq mühafizə orqanları qarşısına müvafiq vəsatətin qaldırılması məqsədi ilə təqdimat yazılaraq növbəti icraata göndərilib. Öz növbəsində bu məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Səhiyyə Nazirliyi tərəfindən prokurorluq orqanlarına müraciət edilib.